Salamlar, hər birinizi xoş gördük. Növbəti dərsimizdə yenidən birlikdəyik. Deməli, bugün xüsusi salamlarımızı bildirəcəyik kimlərə? Yenə hər zaman kimi bunu da bir ənənəyə salmaq istəyirəm. Bütün izləyicilərimə, daimi izləyicilərimə buradan şəxsən öz əlimlə ürəklər çəkərək salamlarımı göndərəcəm. Atilla Musayevaya, Zəhra Zamanovaya, Zəhranın ürəyi biraz qoy bunu yenidən çəkəcəm. Bu qismə istəməyən baxmaya bilər. Cəfərov Amirə, Leyla Babayevaya qucaq dolusu salamlarımı göndərirəm. Nuray Məmmədovaya, Pəri, öz adaşıma buradan salamlarımı göndərirəm. Ayan Musayeva, bəziləriniz var ki, soyadlarınızı qeyd eləmişsiniz, bəziləri qeyd eləmədikləri üçün demirəm soyadınızı, amma çalışın mütləq soyad, hətta məktəbin adını qeyd edənlər var, gələcəm indi ora. Hətta görün nə qədər Fatiməmiz var, maşallah, Fatimədən boluq deyəsən. Hər birinə buradan xüsusi salamlarımı göndərirəm. Deməli, Nadirli Nərgizə salamlarımı göndərirəm. Həsənzadə Fatiməyə. Fatimə qızıma buradan salamlarımı göndərirəm. Fatimənin soyadı yoxdur deyə qeyd eləyə bilmirəm. Hansı Fatimədir? Özü yəqin ki biləcək. Nuray qızıma buradan salamlarımı göndərirəm. Dünyam, görün nə gözəl adı var Dünyamın. Nailə Hadiyeva salamlarımı göndərirəm. Fatimə Əliyeva, hamısına qucaq dolusu salamlarımı göndərirəm. Hər birinizi çox sevirəm. Sağ olun, dəyər verdiyiniz üçün, kanalımı izlədiyiniz üçün, abunə olduğunuz üçün hər birinizə dərin təşəkkürlərimi bildirirəm. Sizlər sayəsində bu kanalı yaşada bilirəm bir növ deyək. Bu videoları çəkirəm. Yəni, inanıram ki, işə yarayır ən azından. İşə yaradığını hiss eləyə bilirəm. Hər birinizi çox sevirəm. Hətta sonda belə bir ürək də çəkim. Hər birinizi Pəri müəllimədən belə salamlar, sevgilər. Öpürəm hər birinizi. Keçək dərsimizə. Deməli, dövlət cəmiyyətin siyasi qurumudur. Bugünkü dərsimiz bu olacaq. Səhifə 46 və 47. Buradakı tapşırıqlardır. Onları da bərabər işləyəcək. İlk öncə dərsimizə baxaq görək. Keçən dərsimiz bu arada sosial həyatdan danışmışdıq. Deməli, cəmiyyət sosial həyatın əsas hissəsidir. Bugünkü dərsimiz də onun bir növ davamıdır. Və hər birimizin bildiyi bir çox şeylər var burada. Sadəcə biraz daha geniş öyrənəcəyik. Demək, millət ortaq xüsusiyyətləri olan sosial birlikdir. Millətlər bir-biri ilə güclü bağlarla birləşmişlər. Milləti böyük bir ərazidə yayılmış qohumlar da hesab etmək olar. Əksər millət, yəni qohum bir növ millətin kiçik formasıdır da, müxtəlif ərazilərdə yaşayan qohumlar kimi təsəvvür etsək milləti. Əksər millətlər yayıldığı ərazidə öz dövlətlərini yarada biliblər. Həqiqətən də elə millətlər var ki, müstəqil dövləti var. Amma elə xalqlar, millətlər var ki, onların müstəqil dövlətləri yoxdur. Hansısa dövlətin tərkibində qurum olaraq və yaxud da xalq olaraq yaşayırlar. Az saylı xalqlar olaraq yaşayırlar. Yəni, müstəqil dövlətləri yoxdur həmin xalqların, millətlərin. Dövlət isə cəmiyyətin insanlar tərəfindən yaradılan siyasi quruluşudur. Dövlət, cəmiyyətin insanlar tərəfindən yaradılan siyasi quruluşudur. Bu bir dövlətin ərazisində bir və ya bir neçə millətin nümayəndələri yaşaya bilər. Necə ki, bizim ölkəmizdə ancaq yəni Azərbaycanlılar yox, bir çox xalqların nümayəndələri yaşayır. Ləzgilər var, avarlar var, inqloylar var, udinlər var, talışlar var, kütlər var. Yəni, bunlar hamısı ölkəmizin ərazisində yaşayan, dövlətimizin ərazisində yaşayan azsaylı xalqlardır, millətlərdir. Dövlətlər əsasən, amma elə ölkədə var ki, yekçinsi uşaqlar, ancaq bir dövlət yaşayır. Məsələn, Yaponiyanı nümunə gətirə bilərik və yaxud da Ermənistanı nümunə gətirə bilərik ki, onlar yekçins ölkələr sayılırlar. Dövlət cəmiyyətin insanlar tərəfindən yaradılan dedik siyasi quruluşudur və hər dövlətin tərkibində bir neçə millətin nümayəndəsi yaşaya bilər və dövlətlər əsasən ölkədə qəbul olmuş yazılı qanunlar əsasında idarə olunur. Yəni, o millətlər də bütün hamısı dövlətə tabidir də. İş orasındadır ki, o xalqlar, o millətlər, başqa xalqın nümayəndələri olsalar da, yəni hamımız tolerant ölkə olduğumuz üçün hamımız eyni hüquqdayıq.
eyni səviyyədəyik. Yəni hansısa bir bizim onlardan üstün cəhətimiz yoxdur. Sadəcə tolerant ölkə olduğumuz üçün onlara da, yəni bəzi ölkələr var, pis gözlə pis baxırlar, yəni işgəncə eləyirlər. Məsəl üçün Çinin tərkibində Sintizian Uyğurda necə ki Uyğurlara işgəncə eləyirlər, amma görürsüz ki, çox şükür bizim ölkəmizdə belə bir qayda yoxdur, belə bir hal yoxdur. Bu da onu göstərir ki, Azərbaycan tolerant ölkədir, daha müasirdir. Bu müasirliyi, bu yaxşılığı göstərir. Yəni pis bir xüsusiyyət deyil tolerant olmaq. Dövlət ərazisində yaşayan bütün insanlar sosial rifahını yüksəltmək üçün müəyyən öhdəliklər qəbul edir. Yəni tabe olurlar da dövlətə. Bir dövlətin ərazisində yaşayanlar həmin dövlətin vətəndaşlarıdır. Vətəndaş ərazisində yaşadığı dövlət tərəfindən müəyyən hüquqlar verilən şəxsdir. Şəxsiyyət vəsiqəsi vətəndaşın həmin ölkədə yaşamaq hüququnu təsdiq edir. Hər birimizdə var şəxsiyyət vəsiqəsi, hər birimiz görürük bunu. Yəni öz şəxsiyyət vəsiqənizdə də yəni bunları görürsünüz. Deməyə də o dərəcədə ehtiyac yoxdur. Dövlətə xidmət etmək hər bir vətəndaşın vəzifəsidir. Dövlət hər bir vətəndaş qarşısına müəyyən vəzifələr qoyur. Vətəndaşın əsas vəzifələri hansılardır? Baxaq bunlara. Deməli, bunlara riayət etmək, hərbi xidmətdə, qanunlara riayət etmək, hərbi xidmətdə olmaq, vergi ödəmək, mədəni, tarixi abidələri qorumaq, təbiəti mühafizə etmək, ümumi orta təhsil almaq və s. Deməli, ümumi orta təhsil ona görədir ki, ən azından 9 il təhsil olmalıdır. Yəni 11 olmasa da, tam orta təhsil olmasa da mütləq 9 il oxumalıyıq. Bu mütləq şəkildədir. Yəni təhsildən kənarda qalmaq cəzası var. Vəzifə o deməkdir ki, ümumiyyətcə əməl etməli olduğumuz, mütləq əməl etməli olduğumuz şeylərdir vəzifələrimiz. Bir var hüquq, bir var vəzifə. Məsələn, qanunlara əməl etməliyik. Hərbi xidmətdə oğlanlar hərbi xidmətdə olmalıdır, vergi ödəməliyik, mədəni, tarixi abidələri qorumalıyıq və s. Təbiətimizi qorumalıyıq və təhsil almaq da bu vəzifələrin içərisindədir. Xüsusilə sizlər üçün qeyd edirəm. Dövlətin də vətəndaşlar qarşısında müəyyən öhdəlikləri var. Digər səhifəmizə baxaq uşaqlar. Dövlətin əsas qanunu olan konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Bu sənəd dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bu da konstitusiya kitabı gördüyünüz kimi. Və dövlət beynəlxalq təşkilatlarda vətəndaşların hüquqlarını və dövlət maraqlarını müdafiə edir, milləti təmsil edir. Bu da dövlətin vəzifələri, deməli xidmətləri göstərir, təhlükəsizliyi təmin edir, vergilər toplayır, milləti təmsil edir, qanunlar verir. Bu da bizim dövlətimizin nə oldu? Vəzifələri. Yəni bu bayaqları öyrəndiklərimiz bizim dövlət qarşısında vəzifələrimizdir. Amma bunlar dövlətin bizim qarşımızda olan vəzifələrdir. Dərsimiz bundan ibarətdir. Burada bəzi şeylər var, onlara da diqqət edək. Deməli, dövlət vətəndaşların sosial müdafiəsini təmin edir, pensiya və əlillik müavinətlərini ödəyir, eləcə də səhiyyə, təhsil və başqa sahələr üzrə müxtəlif xidmətlər göstərir. Bəli, məsəl üçün dövlətə məxsus bilirsiniz ki, təhsil müəssisələri var və yaxud da səhiyyə müəssisələri var, başqa sahələr var ki, o xidmətlərlə dövlət çıxış edir. Həmin o xidmətləri bizlərə, vətəndaşlara göstərir. Ümumiyyətcə dövləti idarə etmək, dövlət qurmaq çox çətin bir məsələdir. Bir ailəni idarə etmək görün nə qədər çətin başa gəlir. Düşünün ki, bir dövləti, bu qədər insanı idarə etmək nə dərəcədə məsuliyyətli və nə dərəcədə çətindir. Elə etməliyik ki, bizdə bu əziyyət yerdə qalmasın. Elə etməliyik ki, harda olur olsun, dövlətimizi elə yəni təmsil etməliyik, dövlətimiz tərəfindən elə çıxış etməliyik ki, utandırıcı olmasın. Xalqımız, dövlətimiz heç zaman, yəni başı aşağı olmasın. Hər zaman başı dik durmalıyıq. Biz elə bir ordunun, elə bir xalqın nümayəndələriyik ki, ən azından bu cürə şəhidlərimiz var, belə igid oğullarımız var ki, bizə işğalda olan torpaqlarımızı aldılar. Dövlət öz, belə deyək, vəzifəsini layiqincə yerinə yetirdi. Biz də onlara, biz də dövlətimizə layiqli övladlar və yaxud da layiqli vətəndaşlar olmalıyıq. İnanıram ki, bu sözlərimə sadəcə belə səthi formada qulaq asmadınız. Həqiqətən əməl edəcəksiniz. Hər birinizə güvənirəm. Dövlət öz sərhədlərini qoruyur və vətəndaşların təhlükəsizliyini təmin edir. Hər bir dövlət bir-iki müəyyən sərhəd daxilindədir və öz sərhədlərini qoruyur. Qorumaqla da vətəndaşlarının da təhlükəsizliyini təmin edir. Dövlət öz üzərinə götürdüyü sosial-iqtisadi vəzifələri icra etmək üçün vətəndaşlardan dövlət büdcəsinə vergilər toplayır. Burada da şəkildə də gördüyünüz kimi vergilər toplayır və dövlət büdcəsini təmin edir də, hansı ki, yəni
bu şeylərdən, məsələn, pensionerlərin pensiyası olsun, uşaq pulu olsun, maaş olsun, dövlət büdcəsi olsun, bunlar hamısı dövlətin qarşısında duran vəzifələrdir və bunu da layiqincə yerinə yetirir. Deməli, burada da dövlətin əsas qanunu olan konstitusiya ən yüksək hüquqi vəzifə malikdir dedik. Bu sənəd dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Belə uşaqlar, dərsimiz çox maraqlı, biraz iqtisadiyyata toxunan dərsdir, biraz daha ciddi dərsdir. Dərs olaraq çox ciddi və çox şey öyrənməli bir dərsdir. Amma müəyyən şeylər var ki, onları onsuz ki bilirik biz. Bilmədiyimiz demək olar ki, heç nə yoxdur. Sadəcə bir xatırlatma eləmiş olduq, daha dərindən öyrənmiş olduq. Keçək suallarımızın cavablarına. Deməli, suallarımız birinci sualda A-dakı təsvirin xüsusiyyətlərini şərh edin, yəni A şəklindəki və vətəndaşların sosial həyatına həmin xüsusiyyətlər necə təsir etdiyinə dair fikirlərinizi söyləyin. A şəklində dövlət sərhəd xətti və dövlət gözətçisi məntəqəsi təsvir edilmişdir. Sərhədlər ölkə daxilində yaşayan vətəndaşların həmin ölkə üçün daşıdığı məsuliyyəti ifadə edir. Sərhəd xəttləri vətəndaşlara onların təhlükəsizliyinin qorunmasını xatırladır. Sərhəd xəttləri ölkəyə xaricdən gələ bilən təhlükənin ola biləcəyini bildirir. Sərhəd gözətçi məntəqələri ölkəyə giriş və çıxışın qanunlarla idarə olunduğunu bildirir. Bayaqlarda qeyd elədim bu hissəni ki, deməli vətəndaşların sosial həyatına həmin xüsusiyyətlər necə təsir edir? Fikirlərinizi söyləyin. Sadəcə bir fikirdir. İstədiyiniz kimi yaza bilərsiniz cavablarınızı və yaxud da qısaldılmış formada da yazmaq mümkündür. A şəklində dövlət sərhəd xətti və dövlət deməli sərhəd gözətçi məntəqəsi təsvir edilmişdir və bu haqda yazacaqsınız ki, sərhədlər ölkə daxilində yaşayan vətəndaşların həmin ölkə üçün daşıdığı məsuliyyəti ifadə edir və yaxud da ki, sərhədlər ölkə daxilində yaşayan vətəndaşların təhlükəsizliyini qoruyur və sərhəd xəttləri vətəndaşlara təhlükəsizliyini qoruduğunu xatırladır. Bax, bu hissəni belə, bu sözü yaza bilərsiniz. Qorunduğunu xatırladır. Birinci cümləni də yazmaq şərti ilə A şəklində dövlət sərhəd və sərhəd gözətçi məntəqəsi təsvir edilmişdir. Ondan sonra da həmin cümləni yazıb yekunlaşdıra bilərsiniz. İstəyən uşaqlar isə, daha yaxşı qiymət almaq istəyən uşaqlar isə bütün hamısını yaza bilər. Ancaq çalışın, mənalarını anlayın, ondan sonra yazın. Sizdən artıq dərəcədə xahiş edirəm. Sadəcə kopyalamayın, oradan götürüb ancaq yazıb gününüzü yola verməyin. Yəni çəkiliş etməyin məqsəd odur ki, hər biriniz dərsinizi mənimsəyəsiniz, onu anlayaraq yazasınız. Mən sizə pislik etmək mənasında çəkmirəm təbii ki videolarımı. İkinci sual, bir dövlət sərhədləri daxilində bir millətin yaşamasına münasibət bildirin. Deməli, burada belə bir məlumat yığmışam sizcə. Bir sərhəd daxilində ərazidə yaşayan insanların eyni millət olması tək millətli, müxtəlif millətlərdən yaşaması isə çox millətli dövlətlər adlanır. Onlardan hər birinin müsbət mənfi cəhətləri var. Yəni, burada bir millətin yaşamasına münasibət bildirin deyil. Məsəl üçün, siz bir millətə aid olan sözləri seçməlisiniz. Bir millətli ölkələrdə siyasi sabitlik olsa da, mədəni həyatda rəngarənglik olmur. Bu da yekcinsliyə səbəb ola bilər. Bax, bura qədər yaza bilərsiniz. Bax, buradan bura qədər yaza bilərsiniz. Eyni millətin adət-ənənələri dəyişmir, nümunələr olmadığına görə, yəni fərqliliklər yoxdur da. Ona görə yeknəsəklik hökm sürür. Onların digər ölkələrdə yaşaması və uyğunlaşması çətin olur. Yəni, gedib başqa ölkələrdə başqa bir adət-ənənəyə uyğunlaşması çətin olur. Çünki illərlə eyni, hər şey eyni olubdur. Tək millətli ölkələrə Yaponiya, Ermənistan, Səudiyyə Ərəbistanı, Küveyt, yəni ərəb ölkələrinin bəzilərini Yaponiyanı da nümunə gətirə bilərik. Sərhəd daxilində vətəndaşların həyat şəraiti, inkişaf səviyyəsi, ideologiya inamları xarici dövlətlərdən, xarici ölkələrdən fərqlənə bilər. Siz yəni uzun-uzadı yazmasanız da olar, sadəcə mənasını anlayın və bu hissələri yaza bilərsiniz. Eyni millətli, məsələn, bura qədər və bir sərhəd daxilindəki ərazidə yaşayan insanların eyni millət olması tək millətli dövlət adlanır. Bax, bura dövlət adlanır. Onlardan hər birinin müsbət mənfi cəhətləri ona ehtiyac yoxdur. Siz yaza bilərsiniz. Bir millətli ölkələrdə siyasi sabitlik olsa da, mədəni həyatda rəngarənglik olmur. Bu da yekcinsliyə səbəb ola bilər. Və digər ölkələrdə də, məsələn, Yaponiyanı, Səudiyyə Ərəbistanı, Küveyti qeyd edə bilərsiniz nümunə olaraq. Növbəti sualımız, üçüncü sualda bir dövlət sərhədləri daxilində bir neçə millətin yaşamasının üstünlükləri barədə fiili çox millətlilikdən danışır. Bir dövlət ərazisində bir neçə millətin yaşadığı ölkələrdə həyat digər dövlətlərdən fərqli ola bilər. Millətlərin adət-ənənələri müxtəlif olduğuna görə insanların daha tolerant olması bizim kimi, yəni digər mədəniyyətlərə qarşı anlayışlı münasibət göstərməsi müsbət haldır.
İnsanların daha çox məlumatlı olması da müxtəlif millətlərlə birgə yaşayışda əldə olunur. Həmin dövlətdən kənarda yaşamaq və təhsil almaq üçün gedənlər çətinlik çəkmədən yeni mühitə uyğunlaşa bilirlər. Elə ki, bir ailədə düşünün ki, ancaq bir uşaq yaşasın, bir uşaq olsun, tək uşaqlı ailə olsun. Bir var ki, bir neçə uşaqdan ibarət olsun. Onların ətrafa uyğunlaşması, yola getməsi daha yaxşı haldır, yaxşı mümkündür də, daha asan başa gəlir. Nəinki tək uşaqlı ailə. Bu da elə ki, bir növ elə bir şeydir də. Demək olar ki, tək millətli, çox millətli həmin mənanı verir. Yəni çox millətli olanda daha çox adət-ənənə, bir-birlərlə ölkələrin, dövlətlərin, daha doğrusu xalqların uyğunlaşması, millətlərin bir-birlərlə qaynaması, qarışması, bir-birlərinə adət-ənənəsinə təsir eləməyi asan olur. Onlar artıq uyğunlaşdığı üçün başqa ölkələrə getdikdə də həmin ölkənin adətini qəbul eləməyə, ora uyğunlaşması çətin olmur, asan olur. Dördüncü şəkildə, deməli, B şəklində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin insanların həyatında rolu nədən ibarətdir? Şəxsiyyət vəsiqəsi vətəndaşın ölkə ərazisində daimi yaşama hüququnu təsdiq edən sənəddir. Bu sənəd vətəndaşa hüquqlar verir. Əcnəbi vətəndaş ölkədə keçirilən seçkilərdə iştirak edə bilməz, tibbi sığortadan istifadə edə bilməz, ödənişsiz ali təhsil ala bilməz, xüsusi icazə olmadan şirkət qura bilməz. Ancaq öz vətənimizin nümayəndələri, öz vətəndaşlarımız bunların hamısında sərbəstdir. Seçkidə sərbəst iştirak edə bilər, tibbi sığortadan istifadə edə bilər, ödənişsiz təhsil ala bilər. Məsələn, 9 illik biz ödənişsiz təhsil alırıq ən azından. Və xüsusi icazə olmadan şirkət qura bilməz xaricilər, amma biz qura bilərik. Əgər yerli vətəndaşıqsa, Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsini daşıyırıqsa, deməli biz xüsusi icazə olmadan, yəni mən demirəm, icazəsiz harda gəldi şirkət qurmaq mümkündür, amma daha sərbəstlik o mövzuda, nəinki xarici vətəndaşlar. Yəni qısacası yaza bilərik ki, şəxsiyyət vəsiqəsi vətəndaşın ölkə ərazisində daimi yaşama hüququnu təsdiq edən sənəddir. Bu sənəd vətəndaşa hüquqlar verir. Müəyyən hüquqlar verir. O hüquqları da istəsəniz yaza bilərsiniz. İstəməsəniz də ki, qısaca sualın cavabını yekunlaşdıra bilərsiniz. 5-ci sual, C şəklində təsvir olunan dövlətin əsas qanunu, konstitusiya haqqında fikirlərinizi bildirin. Əgər qanunlar mövcud olmasaydı, cəmiyyətdə nə baş verərdi? Bu asan bir sualdır. İstəsəniz özünüzdə əlavə nəsə yaza bilərsiniz. Amma biraz uzun yazmışam. O demək deyil, hamısını yazın. Siz sadəcə olaraq mənasını anlayan öz cümlənizdə sualın cavabını qeyd edə bilərsiniz. Deməli, məlumdur ki, dövlət ailədən fərqli olaraq yazılı qanunlar ilə idarə olunur. Bəli, daha ciddi qanunlar əsasında idarə olunur dövlətimiz. C şəklində də ölkənin əsas qanun kitabı Azərbaycan Respublikasının konstitusiyası təsvir edilmişdir. Dünyada ilk konstitusiyanın 1215-ci ildə İngiltərədə qəbul edildiyini də qeyd edilir burada. Konstitusiyanın xalq tərəfindən referendum ilə qəbul edilməsi isə ona insanların əməl edəcəyinə razılıq əlaməti kimi qəbul edilir. Azərbaycan konstitusiyası 156 maddədən ibarətdir. Bax, bunlara diqqət edin. 156 maddədən ibarətdir. Konstitusiya qanunu cəmiyyətin hüquqi, sosial, siyasi və tərbiyəvi sahədə normativlərini əhatə edir. Qanun kitabı olmazsa dövlət idarə etmək mümkün olmaz. Ölkədə xaos və qarışıqlıq yaranır. O sualın cavabını qısacası bizə deyir ki, konstitusiya haqqında, əsas qanun, konstitusiya haqqında fikirlərinizi bildirin və qanunlar olmasaydı nə baş verərdi? Yəni, bu cümləni mütləq yazmalıyıq. Məlumdur ki, dövlət ailədən fərqli olaraq yazılı qanunlarla idarə olunur. Məsələn, Azərbaycan konstitusiyasında əlavə məlumat olaraq 156 maddədən ibarət konstitusiyamız və konstitusiya qanunu dövlətin, cəmiyyətin hüquqi, sosial sahədə normativlərini əhatə edir. Qanun kitabı olmazsa, artıq bu hissənin cavabıdır. Qanun kitabı olmazsa dövləti idarə etmək mümkün olmaz. Ölkədə xaos, qarışıqlıq yaranar. Və 6-cı sualımız D şəklində dövlətin beynəlxalq qurumlarda iştirakı təsvir edilmişdir. Bunun hansı əhəmiyyəti var? Səhifədə dövlətin ikinci vəzifəsi, yəni ərazisində yaşayan xalqın beynəlxalq qurumlarda təmsil edilməsi təsvir edilmişdir. Dövlət nümayəndələrini, deputatlar, xarici İşlər Nazirliyinin əməkdaşları və müxtəlif beynəlxalq təşkilatlara göndərə bilər. Nümayəndə heyəti həmin təşkilatlarda vətəndaşların istəklərini dünya ictimaiyyətinə çatdırır. Şəkildə Birləşmiş Millətlər Təşkilatının iclas salonu təsvir edilmişdir. Azərbaycan o şəkli yəqin ki görürsünüz, kitabınızda da qeyd olunubdur. Azərbaycan təmsilçiləri hər hansı məsələyə dair öz fikirlərini, mövqelərini buradakı tribunadan çatdırırlar. Yalnız Azərbaycan təmsilçiləri yox, ümumiyyətcə bütün dövlətlərin, yəni təmsilçiləri həmin tribunaya çıxaraq
öz fikirlərini, dövlətlərinin, xalqın, millətin hansı fikri var, o fikirləri ora çatdıra bilirlər. Deməli, dövlətin ikinci vəzifəsi, yəni ərazidə yaşayan xalqın beynəlxalq qurumlarda təmsil edilməsi təsvir edilmişdir. Sonra dövlət nümayəndələri kimlərdir? Deputatlar, Xarici İşlər Nazirliyinin əməkdaşları və s. Və nümayəndə heyəti həmin təşkilatlarda, deməli, vətəndaşların istəklərini dünya ictimaiyyətinə çatdırır. Bax, bunu yaza bilərsiniz və şəkildə Birləşmiş Millətlər Təşkilatının iclas salonu təsvir olmuşdu, onu da qeyd edin mütləq. 7-ci sualda yer şəklində hansı xidmət növləri təsvir edilmişdir? Bu xidmətlərin vətəndaşlar üçün əhəmiyyəti nədir? Yer şəklində təhsil və tibbi xidmətlər təsvir edilmişdir. Dövlət vətəndaşlarını pulsuz təhsil və tibbi xidmətlərlə təmin etməlidir. Yəni, vətəndaşlar üçün əhəmiyyəti ondan ibarətdir ki, pulsuz təhsil alırıq və pulsuz tibbi xidmətdən istifadə edirik. Bu da dövlətin vəzifələrindən biridir. İkinci sualda, deməli, ev şəklində təsvir edilən insanlar dövlətin hansı vəzifəsini yerinə yetirmələrinə xidmət edirlər? Ev şəklində Azərbaycan ordusunun rəsmi paraddan keçməsi təsvir edilmişdir. Ordumuzun vətən müharibəsindəki qələbəsini qiymətləndirək, ordumuz Azərbaycan dövlətinin sərhədlərinin bərpa olunmasındakı rolunu yüksək qiymətlənmək lazımdır uşaqlar. Azərbaycan ordusu ilə hər birimiz qürur duyuruq. Bunu nə qədər desək də, nə qədər şey yazsaq da, bunlar kifayət etməz. Ordumuz haqqında dediyimiz bütün hər bir xoş söz, onlar həqiqətən onun haqqını vermiş oldular. Dövlətimizin müstəqilliyini bərpa etdilər, bütövlüyünü bərpa etdilər və ona görə də ordumuz qarşısında hər zaman baş əyirik. Allah bütün əskərlərimizə də rəhmət eləsin, daha doğrusu şəhidlərimizə rəhmət eləsin, digərlərini isə qorusun və hər birinizə, sizlərə də əziz şagirdlərimiz, əziz uşaqlar, hər birinizə dövlətin gələcəyi adını verməkdə, yəni məqsədimiz odur ki, həqiqətən hər biriniz dövlətin gələcəyisiniz. Allah hər birinizi qorusun və dövlətimizə, millətimizə layiqli övladlar olmağınızı arzulayıram. 9-cu sualda, deməli, VÖN haqqında, deməli, VÖN şəhadətnaməsi təsvir edilmişdir. Sizcə bu nömrə vergi ödəyicinə nə üçün verilir? VÖN açıqlaması da uşaqlar vergi ödəyicisinin eyniləşdirmə nömrəsi deməkdir. VÖN vergi ödəyicisinin eyniləşmə nömrəsi deməkdir. VÖN daşıyıcılarının sahibkarlarıdır. Yəni, VÖN daşıyıcıları sahibkarlardır. Vergilər Nazirliyi hər bir vergi ödəyicisini izləmək, onun gəlir və xərclərini qeydə almaq üçün deməli, VÖN-dən istifadə edir. Bu nömrə sayəsində kim nə qədər gəlir əldə edir və nə qədər vergi ödəməlidir, bu dəqiq müəyyən etmək mümkün olur. Deməli, nə üçün oldu uşaqlar, nə üçün vergi ödəyicisi, VÖN nə üçün verilir insanlara? İlk öncə VÖN daşıyıcıları nə adlandı? Sahibkarlar adlandı. Yəni, hər bir sahibkarın mütləq VÖN açdırmalıdır, mütləq VÖN olmalıdır. Vergilər Nazirliyi bu işə bilir ki, Vergilər Nazirliyi baxır. Vergilər Nazirliyi hər bir vergi ödəyicisini izləmək üçün, onun gəlir və xərclərini, yəni nə qədər qazanır, nə qədər istifadə edir bundan qeydə almaq üçün VÖN-dən istifadə edir. Və bu nömrə sayəsində kim nə qədər gəlir əldə edib və nə qədər vergi ödəməlidir. Yəni, hər bir kəs eyni dərəcədə vergi ödəmir də, bilirik ki. Yəni, bu sənin qazancından asılıdır, iş yerindən, gəlirindən asılı olan bir şeydir ki, bunu da izləmək üçün Vergilər Nazirliyi belə bir funksiyası var da, yəni vergi ödəyicisinin eyniləşdirməsi nömrəsi açdırırlar və onunla da sahibkarlar bu şəkildə izlənilir. Bunu dəqiq müəyyən etmək mümkün olur. 10-cu sual, səhvələrimsə burada geridə qaldı. 10-cu sualımıza baxaq. VÖN sahiblərinin fəaliyyətinin dövlət və cəmiyyət üçün hansı faydaları var? Sahibkarların dövlətə vergi ödədiklərini, vergi nəticəsində dövlət büdcəsinə vəsait daxil olduğunu və vəsaitin cəmiyyətin inkişafı üçün müxtəlif xidmət sahələrini xərclədiyini deyə bilərik. Yəni, sahibkarlar dövlətə vergi ödəyirlər, həmin vergi büdcəmizi təmin eləyir, dövlət büdcəsinin formalaşmasına təsir eləyir, dövlət büdcəsini yaradır və onunla da müxtəlif xidmət sahələrini xərcləməyə dövlət, yəni ən azından pulu olur da. Yəni, düşünün ki, elə ancaq bir ucudan xərcləsək, yerinə heç nə gəlməsə, necə eləyə bilərik, mümkünsüzdür. Həmin o dövlət büdcəsini də dolduran, dövlət büdcəsini bərpa edən sahibkarlardan dövlətə gələn vergilərdir ki, onun sayəsində bunlar hamısı mümkün olur. Görün, nə qədər mürəkkəb bir prosesdir. Biz hələ 15-20 dəqiqəlik bir dərs vaxtında bu qədər şey danışdıq. Görün, bir dövləti idarə etmək nə qədər çətin bir mərhələdir, nə qədər çətin bir prosesdir. Hər birinə uğurlar arzu oluruq. Sizlərə də uğurlar. Hər birinizə
Buradan bir daha salamlarımı göndərirəm. Dərsimi sonuna qədər izlədiyiniz üçün təşəkkürlərimi bildirirəm. Sağ olun.